Ağrıların müalicəsində ən asan yollardan biri də məhz ağrı kəsicilərdən istifadədir. Bəzən həkimin təyinatı olmadan aptekdən birbaşa Öz alıb başına, qəbul edirik. Ümumiyyətlə, bu ağrı kəsicilərinin uzun müddət qəbulu hansı fəsadlara səbəb olur? Bizim dəhşətli fəsadlara. O yerə çatıb ki, deyilə autizmli uşaqların doğulmasının səbəbi anaların parasetamol işlətməyidir çox miqdarda və uşaqlara verilməsidir. Ağrı kəsici preparatların bir neçə qrupu var. Məsələn, narkotik analgetiklər ağrılar üçündür. Onu ancaq həkim xüsusi resept, qırmızı reseptlə verə bilər. Xərçəng xəstələrinə daha çox. Narkotik analgetiklər, bəli, ağrı xəstələrdə artıq bu palliativ yardımdır ki, insan birtəhər ömrünün sonuna ağrısız keçirsin. Bunu qoyaq bir kənara. Xroniki ağrı aptekdən birisini alır. Qeyri-steroid iltihab əleyhinə preparatlar. Nədir bunlar? Tanıdığınız analgindən tutun, ta ki qadınların menstruasiya ağrıları vaxt işlətdiyi müxtəlif tərkiblərə qədər, ibuprofenə qədər. Nədir bunların risk fəsadı? Birinci fəsadı təzyiq qaldırır. İkinci fəsadı mədəni deşəcək. Menstruasiya ağrılarının psixoloji olmadığını bilən, hər ay ağrıya görə ağrı kəsirsən, qadınlarımıza da bu aid. O da psixolojidir. Bəli, disminariyaların 99%-i psixolojidir, psixosomatikdir. Biz nədir dərin əsası? Qadın təşvişi. Nədir qadın təşvişi? Mən mayalana bilmədim. Deyir ki, menstruasiya qadının mayalana bilmədiyi üçün ağlamağıdır. Qadın orqanizminin. Biz nə demək istəyirəm? Yəni, qadın orqanizm kökləri mayalanmağa. Menstruasiya vaxtı artıq hissiyat gəlir ki, mən mayalanmadım. Mən qadın kimi lazım deyiləm. Bu dərin şuuraltı instinktiv bir şeydir. Bu təşviş və gətirir menstrual ağrılara çıxardır. Amma qadınlar neyir? Anti-inflamator içir. Sakitləşdirici səbəb keçər. Deməli, bu preparatlar, ağrı kəsici preparatlar işlətmək, uzun müddət işlətmək, nəzarətli işlətmək mütləq xəstəlik getirib çıxarır. Mən də başqa şeylər də demirəm. Hətta xərçəngə qədər. Baş ağrım var, ömrü boyu. Məndə miqren vardı. Miqren deyil halbuki. Bu psixosomatik gərginlik ağrısıdır. Psixoloji təşvişdən doğan baş ağrıları. Bunda gərginlik mənşəli baş ağrısı. Neyinlər? Ağrı kəsicilər. Ağrı kəsici. Və bu da gətirir çıxardır təzyiq xəstəliyi. Bayaq dediyim kimi damarda, məsələn, beyin damarları partlayır, ölənlər azdır indi. Qəflət ölümlərə gətirib çıxarırlar.